Gəl əvvəlcə T hesabın detallarını öyrənək. Dedik ki, T hesab nədir? Bütün accountlar üçün, bütün adlar üçün yaradılmış bir T şəklində olan bir vasitədir. Belə deyək. Adı üstündə T account. Baxın, buna biz niyə T hesab deyirik? T hərfinə oxşayır. Çox sadə. Bütün hesablar üçün həmişə sol tərəf debit, sağ tərəf kreditdir. Asılı olmayaraq bu kapitaldır, aktivdir, öhdəlikdir. Heç bir ayrım etmədən hamısının sol tərəfi debit, sağ tərəfi kreditdir. Məsələn, cash hesabı. Burada nə yazılıb? Debit, kapital. Bütün T hesablarda həmişə yuxarıdan aşağıya yazılmaq şərti ilə xronoloji ardıcıllıq qorunur. Yəni, ən yuxarıda yazılan xronoloji ardıcıllıqla birinci baş vermiş hadisədir. Aşağıda yazılan ən son baş vermiş hadisədir. Məsələn, bu ayın biri baş veribsə, bu ayın birindən sonra, məsələn, 18-i baş verib. Bəlkə də eyni gündə baş verib, bilmirik. Amma bildiyimiz odur ki, bu transaksiya daha əvvəl olub. Xronoloji ardıcıllıqla. Və yoldaşlar, bütün hallarda T hesabın adı bizə maraqlıdır. Onun içərisində olan yazılar istinad üçündür. Referens verir ki, məsələn, baxın, burada cash və kapital görürük. Bu deməkdirmi ki, kapital var burada? Yox. Bəs bu nə deməkdir? Bax, bu 8000 digər bir yerdə cash adı ilə görünür, kapital T hesabında. Bunlar bir-birinə referansdır. Cash'in içərisində kapital, kapitalın da içərisində cash. Yəni, bax, bu yazı debit cash, credit kapital yazılışının 8K, 8K yazılışının şəkil almış formasıdır. Yenə deyirəm, qətiyyən biz burada demirik ki, bu T hesab, söhbət birinci T hesabdan gedir. Demirik ki, burada T hesab kapital T hesabıdır. Burada içərisində olanlar referans üçündür. Yəni, bu hardan gəlib, hara gedib. Başqa nümunə verirəm. Məsələn, receivable T hesabına baxaq. Fikir verin, burada bizim receivable'ımız var. Baxın, burada 3000. Bu receivable həm də burada var. Bu bilirsiniz hansı double entry'nin yazılışıdır. Daha doğrusu şəkil almış formasıdır. Debit cash, credit receivable. Baxın, receivable'ın kreditindədir. Cash'in debitindədir. Addım-addım oxuyuram, nümunə vermək şərti ilə. Məsələn, ekranda qırmızı ilə işarələdikcə səsli şəkildə oxuyacağım. Cash T hesabım artıb satışdan gələn 20.000 hesabına. Cash T hesabım azalıb ticari borca 1000 manat pul ödəmişəm deyə. Cash T hesabım azalıb faiz ödəmişəm deyə. Cash T hesabım artıb, səhv işarələdim, bir də deyirəm, Cash T hesabım artıb kapital qoyuluşu olub deyə. Hansı ki, bu da buradadır. Yoldaşlar, bunların hamısının adları burada var. Baxın, hamısı digər tərəfdə görsənir. Gəlin bunları biraz səhmana salım, oxunaqlı olsun, görəcəyik hamısını. Məsələn, 8000'li bank loan. Görürsünüz bu 8000'i. Buradadır. Necə ki, cash-in içərisində bank loan yazılıb, bank loan'un da içərisində cash yazılıb. Bu hesabların biri-birinin əlaqəsini göstərir, referans üçündür. Praktikada bunların kodları da olur qarşısında. Ötən dərs danışdığımız accounting tree, deməli, accounting kodlarımız, chart of accounts.
Məsələn, yazılır ki, şərti yazıram. 1.4.6. Burada da eynisini görür. Buna uyğun kodu görür. Bu akkauntlar bir-birini tarazlayır. Deməli, bütün T hesabları üçün əvvəlcə akkauntun adına baxırıq, hansı ki bu qara rəngdə olan hissələrdir. Əsas akkauntun adıdır. Geri qalan aşağıda yazılanlar nə baş verdiyi, nə qədər baş verdiyini göstərir. Və yoldaşlar, testlərdə düzdür, bəzən və praktikada bəzən işimiz rahat olsun deyə bunu eləyirlər, amma mən bunun qaydasını öyrədəcəm. Heç bir aktiv hesabımız dövrün sonunda kreditdə qalmamalıdır. Heç bir öhdəlik hesabımız debitdə qalmamalıdır. Aktiv maksimum sıfıra düşə bilər. Sıfırdan aşağı düşübsə, deməli adı dəyişəcək. Ümumiyyətcə, bütün hesablara aiddir. Sıfırdan aşağı düşən kimi adı dəyişir. İstənilən hesaba aiddir. Nümunə verirəm. Baxın, məsələn, mənim burada bank kreditim var da 8000. Mən aparıb banka 8500 pul ödəsəm, double enter nə yazacağım? Səhv yazıram indi, yazdığım səhvdir. Debit bank loan 8500, credit cash 8500. Burada bir fundamental səhv var. Mən 8000-lik borcu necə 8500 ödəyə bilərəm? Burada fundamental bir səhv var. Deməli, mən borcumu bağlamışam 8000, əlavə 500 də depozitə pul qoymuşam. Yəni, burada 8500 yox, belə olmalıydı. Əgər depozit qoymuşamsa və ya cari hesabımdır. Debit yazardım depozit. Gəlin biz depozit kimi təsəvvür eləyək. 500. Debit bank loan 8000. Credit cash 8500. Bu nümunəni niyə verdim? Əgər mən bura 8500 yazsaydım, nəticədə bu debitə keçəcəkdi 500. Sanki mənfi bir rəqəm olacaqdı. Öhdəlik, ümumiyyətcə debit öhdəlik deyə bir məfhum yoxdur. Absurddur. Bayaq dediyim o istisnalar nələrdir? Məsələn, mənim alacağım var kimdənsə. 5000 alacağım var. Praktikada işim rahat olsun deyə bəzən, deyək ki, müştəri gətirib mənə 3000 yox, ödəyib 5200. Yəni, müştəri deyir ki, Ramin, bax, sənə 5000 pulu ödəyirəm, bağlayıram. Əlavə olaraq, sənə 200 manat da çox ödəyirəm, onsuz da biz daim işləyirik də. 200 manat da gələn dəfə borcum yarananda oradan silərsən. Müvəqqəti olaraq, epizodik olaraq bəzi hesablar mənfiyə düşə bilir. Praktika xatirinə. Əslində o da düz deyil. Ən idealı necə olardı? Əgər mən 5000 alacağım ola, müştəridən 5200 alıramsa, 5000 borcumu əvvəlcə silib, geri qalan 200-ü mənim müştəriyə borcum kimi təsvir eləməliyəm. Yenə deyirəm, praktikada çox vaxt getməməsi üçün, nə bilim, belə deyək də, epizodik olaraq buna razılaşırlar. Yəni, mühasiblər bunu eləyirlər. Kobud səhv deyil, amma olmasa daha yaxşı olardı belə. Deməli, buradan nə nəticə çıxartdıq? Nəticə çıxartdıq ki, ümumiyyətcə, hesablar mənfiyə düşürsə, adını dəyişir, istənilən hesaba aiddir. Məsələn, profitin sıfırdan aşağı mənfi. Aktivin sıfırdan aşağısı başqa bir addır. Bilmirik nədir, amma başqa bir addır. Retain profit. Mənfiyə düşürsə olur retain loss. Expense. Mənfiyə düşürsə olur income. Income. Mənfiyə düşürsə olur expense. Yəni, account sıfıra qədər öz mövcudluğunu qoruyur. Sıfırdan aşağı düşəndə adını dəyişir. İddia eləmirəm ki, bütün aktivlər sıfırdan aşağı düşəndə öhdəlik olur. Bəlkə də bəzi aktiv digər aktivə keçəcək. Məsələn, receivable. Sıfırdan aşağı düşüb digər bir aktiv ola bilər. Detallara baxmaq lazımdır. Amma bildiyimiz bir şey var. Aktiv hesabları debitdə başlamalı, debitdə bitməlidir. Öhdəlik hesabları kreditdə başlamalı, kreditdə bitməlidir. Kapitalda bəzi istisnalar var, amma çox hallarda kapital hesabları da kreditdə başlayır, kreditdə də bitir. Burada debitdə başlayıb debitdə bitməni deyəndə nəyi nəzərdə tuturam? Baxın, yoldaşlar, mənim dövr ərzində debitdə 54 minlik əməliyyatım olub, kreditdə 14 minlik əməliyyatım olub. Bu o deməkdir ki, baxın, riyazi olaraq yazıram.
54 min pul gəlib, 13, 14 min də pul gedib. 39 min pul. Praktikada bunu necə eləyirlər? Bura yazırlar bir dənə balancing figure və bəzən balans yazırlar CF, carry forward. Bir dövrdən digərinə keçiriləcək. Bura yazırlar 39 mini, burada lupa düşəcək, amma yenə də yazım. Bir dəqiqə. Məqsəd odur ki, dövrün sonunda nə qədər qaldığını göstərim. Baxın, bu 34, 39.400 nəyi göstərir? Gələn il və ya gələn period fərq eləmir nədirsə. Həmən dövrdə, məsələn, deyək ki, bu mənim 2025-in son rəqəmidir. 2026-da cash accountuna başlayanda accountda görəcəyim ilk rəqəm bax bu olacaq. Yazacağım buna balance BD, brought down. Yəni keçən ildən gətirilən. Baxın yoldaşlar, burada mütləq olmaz məsələlərini qeyd edirəm. Testlərdə bunu sizə bu formada verəcək. Baxın, bu 39.400-ün kreditdə yazılması o demək deyil ki, mənim cash rəqəmim kreditdə qalıb. O deməkdir ki, debitdə o qədər çox rəqəm var idi ki, kredit məcbur oldu özünə kömək çağırdı. 39 mini. Bir də deyirəm. Burada yazılan bu rənglənmiş 39.400 o demək deyil ki, mənim cash rəqəmim kreditdə qalıb. Bəs nə deməkdir? O deməkdir ki, debitdə o qədər çox rəqəm oldu ki, 54 min. Burada bayaq gördüyümüz o 19 min, 14 min nə qədər özünə kömək çağırdı krediti və ya balancing figure kimi çıxış elədi. Və fikir versəz, burada gördüyümüz rəqəm gələnlə keçdi. Testlər üçün bütün hallarda sadə necə hesablaya bilərsiniz bu prosesi? Debitləri cəmləyirsiniz, kreditləri cəmləyirsiniz. Qalıq rəqəm həmişə balancing figure'dır. Bütün testlər üçün, bütün T-accountlar üçün fərq eləmir. Hamısına aiddir. Debitlərdən kreditləri sadə riyaziyyat kimi çıxırsınız. Debit çıxılsın kredit. Ən sonda harda qalacaqsa balancing figure kimi yazacaqsınız. Məsələn, aşağıda gördüyümüz nümunəyə baxaq. Fikir verin buna. Bank hesabımızdır. Görürsüz, 31 mart, 30 iyun, sentyabr, dekabr və s. tarixlərdə cash receiptləri verib, paymentləri verib. Görürsüz, balans yazıb. Baxın, burada kreditdə yazıb. O deməkdir ki, mənim pulum kreditdə qalıb. Yox. Nə deməkdir? Debitdə rəqəm o qədər çox idi ki, dövrün sonunda qalan rəqəmi gələnlə 820 kimi aparacam. İstəsəz özünüz evdə baxanda toplaya bilərsiniz. Bax, sol tərəfdəkiləri toplasaz, sağ tərəfdəkilərdən 820 qədər çox olacaq. Fikir versəz, balansları bərabərləşdirib. Debit-kredit bərabərliyini qorumaq üçün. Ən çox edilən səhvlər. Həmişə sual gəlir ki, müəllim, mənim əssetim, özün dedin ki, kreditdə qalmamalıdır. Bu niyə kreditdə qalıb? Bu kreditdə qalmayıb əslində. Sadəcə debit kreditdən o qədər çox olub ki, balanslaşdırmışam.